vaxtınız xeyirli olsun, xoş gördük, necəsiz? Hər vaxtınız xeyirli olsun, çox sağ olun. İnanın ki, Mağazin Plusa gələn zənglər, Instagramımıza gələn mesajlar bizi vadar edir ki, biz bir daha sizi çağıraq, o dəyərli məsləhətlərinizi yenə də bizim izləyicilərimizlə paylaşasınız. Onu da qeyd edeyim ki, Tural Usta, Tural Avtoservis 023-ün rəhbəridir, həm də Azərbaycanda nə qədər avtomobil görürsünüz, həm kənd təsərrüfatı, həm adi avtomobillər, həm də sürdüyünüz, idarə etdiyiniz avtomobillər hər biri üzrə ekspertdir. Alqışlayırıq sizi. Minnətdaram. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Çox sağ olun, biz də yaxşı. İlk sualım, insan idarə etdiyi avtomobil, onun statusunu, yaxud da onun zövqünü formalaşdırırmı? Yəni, avtomobili görən kimi insan haqqında nə düşünürsünüz? Əlbəttə ki, bir mütəxəssis kimi. Buyurun. Avtomobilə əsasən olaraq tam 100% də olmasa, hardasa bir neçə faiz olaraq 50%, 50-50-yə o insanın hardasa statusunu, xarakterini bilmək olur. İnsan var ki, məsəl üçün, bəzən vaxt xanımlarda olur ki, maşınları çox çirklidir. Maşını açırsınız, içindən qoxu gəlir. Mənə aiddir. Yox, qoxu yox, amma çirklidir. 100% olmasa 50-50-yə demək olar ki, insanlara baxanda xarakterindən, maşınlara baxanda xarakterindən bəlli olur ki, geyimi ilə, danışığı ilə, sürdüyü avtomobil hardasa oxşarlığı var. Və bugünkü gündə zamanı elə gətirib ki, maşallah olsun. Maşına baxırsınız, insana deyirsə ki, bu maşına uyğun olaraq belə də qiymət vermək olur. Qiymət vermək olur. Tam olmasa da olur. Niyə xanımlarımız daha böyük, daha geniş, necə deyim sizə, belə kobud maşınlar sevirlər? Amma bəylər yox, bəylər daha incə maşınlar. Həqiqətən zövq dəyişibmi, yoxsa necə? Xanımların xarakterindən asılıdır o. O sizə belə deyim, sizin daxilinizdə olacaq bir ego desəm, ego deyim, bir ego var daxilinizdə. O egonu göstərmək istəyirlər, onlar böyük bir, daha böyük həcmli maşın sürmək istəyirlər. O 3-5 mühərriklə ki, qaz verəndə 5-5 gələn xorultu səsi var, bax ona görə. Ona görə ki, özləri maşını, ancaq içindəki maşını egonu xanımlarımız göstərmək idarə edirlər, o xarab onu düzəltdirmirlər axı, ona görə. Bəli, ancaq onları idarə etmək üçün, görkəm üçün. Azərbaycanda insanların ən qəribə, ən belə qeyri-adi avtomobil vərdişləri. Yəni ki, bu başqa ölkədə yoxdur, bu ancaq bizdədir. Çox maraqlı mövzudur. Demək olar ki, hər birimiz gün ərzində olaraq bunu yüzlərlə qarşılaşıram mən səhərdən axşama kimi. Pavorotniki vurmamaq, dönmə işıqlarından istifadə etməmək, çox yaxın bir məsafələrdə avtomobil idarə eləmək, ara məsafəsi saxlamamaq, bir də siqnaldan, səs siqnallarından çox istifadə eləmək. Bu bizim millətdə demək olar ki, vərdişdir. Digər ölkələrdə bu tamamilə demək olar ki, yoxdur. Xanımlar və bəyləri, yəni ayırd eləsək, xanımlar avtomobil alanda daha çox nəyə üstünlük verirlər və yaxud da bəy avtomobil alanda nəyə üstünlük verir? Yəni fərqli olaraq. Xanımlar həmişəki kimi olaraq avtomobil alanda gözəlliyə, maşının kosmetikasına baxırlar, ay nə gözəl yaraşıqlı maşındır, mən bunu alacam. Daha çox bəzəkli olan maşınlara belə deyim. Bəylər isə daha çox maşının texniki olacaq problemlərinin necə vəziyyətdə olmağına fikir verirlər və aldanan belə bir hissədə işbaza rast gələndə hər ikisi də aldanmış olur. Benzin, dizel və hibrid mühərrikli avtomobillər, bunların fərqi nədir? Yəni mühərriklərində də onu bildik də, daha çox hansına üstünlük verərsiniz, daha çox hansını almağa insanları çağırış eləyərsiniz. Ümumiyyətlə hibrid avtomobillər haqqında istəyərəm qısaca o mühərrikləri. Get-gedə dünya, zamanə, texnologiya dəyişir, günü-gündən inkişaf edirik, maşallah olsun. Bütün dünyada bu cürdür. Mən məsləhət tövsiyə görərdim, artıq son bu gələcəklər hər bir kəs keçəcəyi avtomobil hibrid avtomobillər olacaqdır. Texnologiya baxımından, ekologiya baxımından və zamanı dəyişir də, hamı yeniliyə üstünlük verir. Benzin və dizel avtomobillər tarix olacaq. Daha çox hansı ölkəyə güvənilir avtomobil istehsal edir deyə bilirsiniz? Çin, Yaponiya. Çin, Yaponiya. Bəli. Eşidirsiniz də tamaşaçılar, Çin və Yaponiya. Bizim tamaşaçılarımıza elə hibrid avtomobillərlə bağlı, ümumiyyətlə dizel, benzin və hibrid mühərrikli avtomobillərlə bağlı. Demək olar ki, dizeli unudun getsin. Usta deyir, dizeli unudun getsin, dizel qarışdı tarixə. Son bir nə qədər də Allah ömür verib benzin avtomobillərini idarə edək. Amma yeni nəsil istər-istəməz olsa da dözümlülük baxımından, uzun ömürlü baxımından Almaniya və başqa Avropa ölkələrinin avtomobilləri olsa da, amma gələcək nəslimizdə və həqiqətən də sübut olunacaq ki, komfort baxımından, ekonomiya baxımından, ekologiya baxımından bu yeni nəsil olacaq Çin istehsal olan elektrik təsis olunmuş avtomobillər. Yəni bunu mən demədim, bunu illərin təcrübəsi, peşəkarlıq və
daimi gördüyü işlərlə üzdə olan, sevilən, tanınan avtomobillər üzrə ekspertimiz Tural Usta dedi. Tural Usta, sağollaşıram. Təşəkkür edirəm sizə dəvətiniz üçün. İnşallah gələn dəfə İnşallah bir başqa bir buradayım. gözəl, maraqlı mövzu ilə qarşımızda Başda. olacaqsınız. Mağazin Plus'da olacaqsınız. İnşallah. Sağ olun, salamat qalın. Görüşərik. Magazine Plus.